Öyrənmişik nəyə? Torpağının dəyərindən ucuz qiymət ev satmağa. Əlim yandı öyrəşmişik. Öyrəşmişik. Deyirik, hamı deyir ki, siz hər şey əlim yandı deyirsə. Qardaş, 20 sotu elə 15 minə vuranda 300 min pul eləyir. İndi evin qiymətini hələ buna bax, bir dənə çək. Göyçələrə bax, iri-iri göyçə. Göyçənarlarını. Basen həyatdır. Yerimiz var. Orada bisetkası var. Ayşə, bir dənə qabağını da götür. Qabağını belə götür. Bunun bir 30 min qiyməti var. Qarşısına qədər asfalt yoldur. Torpağın da kupçası var. Çıxarışı kupçası var. Torpağın çıxarışı. Evin hər tərəfinə keçmək üçün yeri var. Gəl. Niyə qeyd etmirsən, marşrut da evin yanından keçir? Marşrutla arası 70 metr məsafə. Təbii ki, bu ev ala marşrut ehtiyacı yoxdur. Gəl hələ demə. Demə axırda. Qoy elə axıra qədər bizi izləsinlər. Zalın gözəlliyinə bax. Gəl bir dənə bunun zalını göstər Vüsal. Onda zalı deyil. Tələsimə da, bir təntimə, elə bir ev alandır. Bax, bunun zalına bax. Orada yay bisetka yeri. Bax, bisetka, Vüsal, buradan da qapı açılır. Bax, buradan rahatsızlıqla qapı bağlı. Yay bisetkası, yay mətbəği. Mətbəx. Elə mətbəxi zal boyda. Maşallah. Sanitar qovşaqları sanuzel yerləri. Qazmayak bəli. Elə bir dənə islah. Qardaş, burada geniş bir dənə yataq otağı var. Qapısı bağlı da əşya yığıblar. Pilləkanlar da nə rahatdır çıxmaq. Dostlar, santexnikin baş şunuruna qədər hamısı çəkilib. Burada yataq otağı. İkinci yataq otağı. Yataq otağı. Yataq otağı. Terası. Balkon. Burası balkona çıxış. Buranı götür. Hər tərəf yaşıllıq. Maşallah olsun. Elə bil ki, Qəbələdəsən. Elə bil, hə. Yataq otağından da. Bakının ən gözəl yerindəsən. Oranı götür qardaş. Yataq otağından da sanuzelə giriş. Ay maşallah. Gəl qardaş, gəl buranı da götür. Gəl. Ay qaqa, bura cənnət deyirəm əxrin acığı tutur da, deməyəcəm. Orada bir sanitar qovşağı var. Öyrəşmişik. Orada bir dənə sanitar qovşağı var. Qiymət olaraq. Axı, qiymətin səndir. Qiyməti qardaşım, qoy biz deyək. 250 deyim. Yo. 240 deyim. Yo. 230. 219 min manat istat qiymətli, qəşəng yendirimi də var. Var, 050, 798, 98, 99. Torpağın çıxarışı da var. Bir dənə takip atıb rəy yazın. Bu nədir? Hələ bundan da yaxşılar gəlir ha. Bəli. Dostlar, evimizin bu bax hissəsində götürüm ki, yəni görəsiniz ki, belə arxası hamısı belə daşlardan vurulub. Bu istiqamət arxasına qədər hamısı belə bahalı daşlardan döşənib.